Salam əziz şagirdlər, biz bugün əsas nitq hissələrindən biri olan zərf haqqında danışacağıq. Zərf iş və hərəkətin tərzini, yerini, miqdarını, zamanını bildirən və hərəkətə verilən necə, nə cür, hansı, nə vaxt, nə zaman, haraya, harada, haradan və nə qədər kimi suallardan birinə cavab verən əsas nitq hissəsidir. Deməli, zərf, tərz, zaman, yer və miqdar bildirir. Amma hərəkətin tərzini, zamanını, yerini və miqdarını. Məsəl üçün deyə bilərik ki, çoxdan bizə gəlmir. Bizə gəlmir nə vaxtdan? Çoxdan. Bu artıq zaman zərfidir. Və yaxud da ki, çoxdan dən düşmüş saçları, adda budda ağarmış bir saqqalı var idi. Zərflər həm təsriflənən, həm də təsriflənməyən feillərə aid olur. Məsələn, feili feili güldükcə sən, mən əsəbləşirəm. Dıqca dikcə bilirik ki, feili bağlamanın şəkilçisidir. Burada təsriflənməyən feilə aiddir. Hərəkətə aiddir. Nə qədər güldükcə xeyli. Ümumiyyətlə hərəkətə aiddirsə, feilə aiddirsə, oradakı xeyli artıq say yox, məhz zərfdir və miqdar zərfidir. Daha sonra zərf təkcə hərəkətə aid olmaya da bilər. Həm də eyni zamanda başqa nitq hissələrinə də aid ola bilər. Hətta zərfin özünə də aid ola bilər. Məsəl üçün deyə bilərik ki, oralar həmişə qorxuludur. Odur. Haralar, oralar. Oralar yer zərfidir. Haralar nə zaman, həmişə, hər zaman zaman zərfidir. Bu onu göstərir ki, yer zərfi burada zaman zərfinə aiddir. Və yaxud da deyə bilərik ki, məsələn, indi tezdir. Nə zaman? İndi zaman zərfi tezdir də eyni zamanda zərfdir. Daha sonra zərflər ümumiyyətlə quruluşuna görə də digər əsas nitq hissələri kimi 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb olur. Sadə, düzəltmə və mürəkkəb. Sadə zərflər bir söz kökündən ibarət olur və yaxud da ki, kök və qrammatik şəkilçisidən ibarət ola bilər. Ümumiyyətlə, sadə zərfdən söhbət gedirsə, heç bir şəkilçisi olmayan sözlərimiz sadə zərflərdir. Məsəl üçün, sadələrə misal göstərək nəyi? Axşam, sabah, dünən, cəld, irəli, geri, az, çox, salamat, xəlbət, əvvəl və s. Bunlar sadə zərflərdir. Düzəltmə zərflər isə bir sıra leksik şəkilçilər vasitəsilə düzəlir.
şəkilçilərimiz hansılardır? Ca şəkilçisi ola bilər. Düzəltmələri yuxarıdan qeyd edirəm. Düzəltmələr. Məsələn, ca şəkilçisi vasitəsilə adətən dil bildirən sözlərimiz yaranır. Bunu da yadda saxlamaq lazımdır ki, ca həm qoşma, həm də ədat ola bilər. Amma dil bildirən sözlər varsa artıq rusca, türkcə, ingiliscə, almanca, bu artıq leksik şəkilçidir və zərf düzəldibdir. Məsəl üçün, rusca. Deyirəm ki, o rusca danışmağı sevir. Necə danışmağı rusca? Daha sonra almanca. Burada da ca şəkilçisi, zərf düzəldən şəkilçidir. Sonra var məsəl üçün casına. Casının cəsinə şəkilçisi adətən də belə deyərdim ki, sizə tərz bildirən sözlər yaradır. Xaincəsinə. Məsələn, deyə bilər ki, o xaincəsinə məğlub oldu. Necə məğlub oldu? Və yaxud da ki, o igidcəsinə vuruşurdu. Təbii ki, igidcəsinədir, xaincəsinədir, qəhrəmancasınadır və s. Sonra şəkilçilərimiz içərisində anə, yana şəkilçilərimiz vardır ki, bunlar da zərf düzəldən şəkilçilərdir. Məsəl üçün deyirəm ki, şairanə. Amma bir şey yadda saxlayaq ki, şairanə, aynı şəkilçisi eyni zamanda sifət də düzəldə bilər. Əgər desək ki, o şairanə danışırdı, necə danışırdı, bu zərf olacaq. Amma desəm ki, şairanə sözlər, necə sözlər və yaxud da ki, dahiyanə fikirlər, necə fikirlər. Burada artıq dahiyanə fikirlər sözü sifət, yəni ki, ismə aid olduğu üçün sifətdir, amma dahiyanə danışır deyilsə, bu artıq zərfdir. Yadda saxlayın. Dahiyanə. Yəni burada unutdum. Daha sonra dan şəkilçisi. Mən əvvəlcə bu şəkilçiləri qeyd edib, sonra onların amonimi haqqında uzun bir məlumat verəcəm sizə. Dan şəkilçisi. Biz bilirik ki, dan həm də çıxışlı hal şəkilçisidir. Çıxışlı hal şəkilçisi olmaqdan əlavə olaraq isim düzəldən də şəkilçi ola bilər. Onu mən ayrıca vurğulayacağım. Amma məsəl üçün necə, nə tərzdə sualına cavab verərsəm, bu zaman və necə, nə tərzdə, nə vaxt sualına cavab verə bilərsə, bu zaman zərf düzəldəcəkdir. Məsəl üçün deyirəm ki, o ucadan danışır, necə danışır və yaxud da ki, bayaqdan gözləyirəm. Nə vaxt gözləyirəm bayaqdan? Yəni, burada artıq dan şəkilçisi leksik şəkilçidir. Da şəkilçisi var. Bilirik ki, da şəkilçisi də yerlik hal şəkilçisidir həm də. Yaddan çıxartmayaq ki, da həm də yerlik haldır. O zaman qrammatik şəkilçisi, ümumiyyətlə hal şəkilçisi kimi olduqda qrammatik olur. Bilirik ki, hal şəkilçilərimizin hamısı qrammatik şəkilçilərdir. Həm də ki, da zərf düzəldən şəkilçidir. Deyirəm ki, gündə 5 dəfə bizə gəlir. Və yaxud da deyirəm ki, yayda. Nə zaman? Yayda. Zaman zərfi yarada bilir. Daha sonra la şəkilçimiz var. La şəkilçisi, ümumiyyətlə la həm fe'l düzəldən bir şəkilçidir. Adlardan fe'l düzəldə bilir. Və eyni zamanda zərf düzəldə bilir və eyni zamanda da qoşma və bağlayıcı ola bilir. Buna görə də biz ehtiyatlı davranmalıyıq. Bilməliyik ki, nə zaman köməkçi hissəsi yaradır, nə zaman fe'l düzəldir, nə zaman zərf düzəldir. Məsəl üçün deyirəm ki, inadla danışır, necə danışır? Ən çox, ümumiyyətlə, necə, nə cür, nə tərzdə suallara cavab verəcəksə, burada la zərf düzəltmiş olacaq. Ürəklə və s. Yəni ki, deməli, inadla, ürəklə, sonra başqa nə misal göstərmək olar, heyrətlə, necə, nə tərzdə, heyrətlə. Daha sonra hansı şəkilçilər vasitəsilə yaranır? Məsələn, biz Akı şəkilçisi var ki, o vasitə ilə də zərf düzəldə bilirik. Açı və yaxud da ki, aşı şəkilçisi.
Daha sonra AK şəkilçisi və aşı şəkilçisi ilə də sözlər yarada bilərik. Məsəl üçün deyə bilərik ki, yanakı və yaxud da çəpəki. Deyirəm ki, o mənə çəpəki baxırdı. Necə baxırdı? Və tərz hərəkət zərfi yaradır. Və yaxud onlar yanaşı dayanmışdı. Necə dayanmışdı? Şəkilçilər içərisində ən şəkilçisi də var. Və bunun üstündə 2 qoymuruq. Çünki an şəkilçisi yox, ənlə düzələ bilən bir sözlər olacaq. An ən şəkilçisi feili sifətin şəkilçisidir və qrammatikdə amma ən şəkilçisindən söhbət gedirsə, zərf düzəldən leksiv şəkilçidir. Məsəl üçün deyə bilərik ki, daxilən, ruhən, qəlbən. O mənə qəlbən bağlı idi. Necə bağlı idi? Qəlbən bağlı idi. Daha sonra lıq şəkilçisi var. Bilirik ki, lıq şəkilçisi həm isim, həm sifət, hətta yəni ki, isim sifət yarada bilən bir şəkilçidir və eyni zamanda da zərf yarada bilir. Məsəl üçün deyirəm ki, həmişəlik, ömürlük. O ömürlük mənimlə qalacaq. Necə qalacaq? Ömürlük. Daha sonra gəl şəkilçisi var. Məsəl üçün, o mənimlə birgə getdi. Necə getdi? Birgə. Araq şəkilçisi var. Yadda saxlayaq ki, araq şəkilçisi həm də feili bağlama şəkilçisidir. Zərf düzəldən şəkilçi kimi vurğu ikinci həcədə olacaq. Amma feili bağlama olduğu zaman isə bu zaman vurğu əvvələ düşəcək. Yəni zərfdə ikinci hecaya, nədə ona da feili bağlamada isə əvvəlinci hecaya düşəcək. Çaparaq sözünə baxaq. Çaparaq sözü həm feili bağlama kimi, həm də eyni zamanda zərf düzəldən şəkilçi, yəni zərf düzəldən zərf kimi də yəni iştirak edə bilən bir sözdür. Qaçaraq sözü də eyni qaydada. Qaçaraq sözündə məsəl üçün vurğu əvvələ düşərsə, bu zaman olacaq feili bağlama, amma sonuncu hecaya düşdüyü zaman isə zərf olacaqdır. Digər şəkilçilərimizə baxaq. İnə şəkilçimiz var məsələn bizim. İnə şəkilçisi, yəni inə 4 cür yazılan bir şəkilçidir. Məsəl üçün eninə. Məsəl üçün deyə bilərik ki, heyvanı eninə uzatmışlar. Necə uzatmışlar? Eninə. Və yaxud eninə, düzünə, çəpinə. Caq şəkilçisi var. Caq şəkilçisi məsələn yazıb deyə bilərik ki, sevincək. O sevincək mənə yaxınlaşdı. Necə yaxınlaşdı? Bir də lıq üstə gəlsin də şəkilçisi var. Lıqda. Məsələn, o təklikdə mənimlə söhbət etdi. Təklikdə məni çağırdı. Biz birlikdə getdik. Necə getdik və s. Mürəkkəb zərflər ümumiyyətlə həm bitişik, həm defislə, həm də eyni zamanda ayrı yazılır. Məsələn, bitişik yazılanlar misal göstərmək olar. Bir ba bitişdiricisi vasitəsilə yarananlar. Bir də yadda saxlayaq ki, ba ilə sifət də yarana bilər. Məsəl üçün cürbəcür, növbə-növ. Əgər özündən sonra isim gələrsə, sifət yaratmış ola bilər. Cürbəcür güllər, necə güllər. Bir də var deyirəm ki, ilbə-il. Daha sonra dalbadal. Misal göstərmək olar taybatay. Məsəl üçün deyim ki, qapı taybatay açılmışdı. Nə etmişdi? Açılmışdı. Necə açılmışdı? Taybatay. Özündən sonra feil gəlibdi və bu mürəkkəb zərfdir. Ba bitişdiricisindən yaranan. Daha sonra məsəl üçün ilbəil məhsul ilbəil artır. Artır nə? Məhsul necə artır? İlbəil feildən qabaq gəlibdir və mürəkkəb zərfdir. Müxtəlif mənalı sözlərin birləşməsi ilə yarananlar var ki, məsəl üçün deyə bilərəm ki, göz ucu, sonra ara bir, üzü aşağı və s.
Deyə bilərik ki, o mənə göz ucu baxdı. Necə baxdı? Müxtəlif leksik mənalı sözlərin birləşməsinə yarandı. Bunlar bitişik yazılanlardır. Bitişik yazılanlar deməli ki, ona yarandı. Ba bitişdiricisi vasitəsilə, bir də müxtəlif mənalı sözlərin birləşməsi ilə. İndi gələk defisdə yazılan mürəkkəb zərflərə. Defisdə yazılan mürəkkəb zərflər eyni sözün təkrarı ilə yarana bilər. Məsəl üçün deyə bilərim tez-tez. Asta-asta. Dostum asta-asta gəlirdi. Necə gəlirdi asta-asta? Eyni sözün təkrarı ilə. Bir də yadda saxlayaq. Bir sözü əgər saydısa, bir artıq zərfdir. Yəni, müəyyən, belə deyim ki, miqdar saylarımız var ki, 1-dir, 2-dir, 3-dür. Bunlar bir dənə işləndiyi zaman saydı. Amma ki, təkrarlanarsa bu zaman zərf yaratmış olacaq. Bir də onlardan biridir. Deməli, bunlar eyni sözün təkrarı ilədir. Bir də ki, biri və ya hər ikisi şəkilci qəbul etmiş sözlər var ki, onların təkrarı ilə. Məsəl üçün, deyə bilərik ki, yan, yana. İldən ilə. Onlar yan-yana dayanmışdı. Necə dayanmışdı? Yan-yana. Daha sonra var yaxın və ya əks mənalı sözlər. Bütün əsas nitq hissələrinin yaxın və əks mənalı sözlərlə yarananı vardır sərflərində. Məsəl üçün deyə bilərik ki, az, çox. Gec tez. O gec tez gələcək. Səssiz, səmirsiz. Daha sonra yarana bilər yönlük hal şəkilçisi qəbul etmiş bir sayına digər miqdar sayının artırılması ilə. Məsələn, birinci tərəfdə bir sayıdır və yönlük hal şəkilçisi, digər tərəfdə isə artıq başqa bir say olacaqdır. 1-ə 10, 1-ə 1000. Onun mənə olan hörməti 1-ə 10 artmışdı. Bir də ən sonuncu deyə bilərik. Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözün iştirakı. Dilimizdə məsələn az sözü var, amma maz sözü yoxdur. Sonra için. O için ağlayırdı. Necə ağlayırdı? İçinin tək başına da işlənmir. Yaxud da ki, tərəflərinin biri ayrılıqda yox. Ümumiyyətlə, hər iki tərəf ayrılıqda işlənə bilməyən sözdür. Və yaxud da ki, var dizin. O dizin sürünürdü. Deməli, bitişik yazılanlar dedi, defisdə yazılanlar hansılar oldu? Yaxın mənalı və əks mənalı sözlərin birləşməsi, eyni sözün təkrarı, biri və hər ikisi şəkilçi qəbul etmiş tək sözün təkrarı ilə, yönlük hal şəkilçili bir sayına qoşulan hər hansısa başqa bir say vasitəsilə yarananlar, bir tərəflərlə biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlər vasitəsilə. Ayrı yazılan saylarımız, daha doğrusu zərflərimiz var. Bunlar hansılardır? Bugün, bu an, bu saat, biraz, bir dəfə. Əgər sözümüz bugün, bu an, hər gün, hər an, hər dəqiqə və s. bir dəfə, biraz, yəni bu sözlərin bəziləri nə zaman sualına cavab verir, bəziləri isə neçə və nə qədər sualına cavab verirlər. Bir də yadda saxlayaq ki, bəzən bunlar ismi birləşmək kimi işlənə bilər. Deyə bilərik ki, və yaxud da burada saat sözü, deyə bilərik ki, bu saat atamdan qalıb. Artıq burada mürəkkəb zərfdən söhbət getmir. İsim birləşmədən söhbət gedər. Saat isimdir, bu isə artıq işarə əvəzlidir. Yəni, biz ehtiyatlı olmalıyıq ki, bilək dəqiq şəkildə. Amma desəm ki, bu saat gələcək. Nə zaman gələcək, nə vaxt gələcək? Artıq bu saat orada zaman zərfi olduğundan dolayı və nə zaman sualına cavab verdiyi üçün mürəkkəb zərfi hesab olunacaqdır. Və yaxud da biz bir götürə bilərik biraz sözünü. Biraz danış. Nə qədər danış? Biraz bu zərfdir. Amma biraz tuz isim gəldiyinə görə bu artıq say olacaq.
Zərfin mənaca növləri, ümumiyyətlə zərfin mənaca 4 növ var. Yəni biri var cümlə üzvü zərflik, bir də var nitq hissəsi. Biz bugün əsas nitq hissəsi olan zərfdən danışırıq ki, onun 4 növü var. Bunlardan birinci tərz hərəkət zərfi haqqında danışacağıq ki, tərz hərəkət zərfi sifət kimi necə və necə suallarına cavab verir, amma hansı sualına cavab verməz və sifətdən fərqli olaraq isə hərəkətin necəliyini bildirir. Necə, nə cür, nə tərzdə, nə vəziyyətdə suallarından birinə cavab verir. Sadə də yarına, sadə də ola bilər. Məsəl üçün deyirəm ki, yaxşı, ağır, yaman, çətin, qəşəng və s. Məsəl üçün deyirəm ki, o yaxşı danışır. Necə danışır? Nə tərzdə danışır? Feildən əvvəl gəlibdir və tərz hərəkət zərfidir. Düzəltmə olanlar isə məsəl üçün deyirəm ki, dahiyanə danışır. Və yaxud da bildirirəm ki, dosyana güldü. Necə güldü? Və yaxud da rusca oxuyur. Necə oxuyur? Rusca oxuyur. Və yaxud da deyirəm ki, qəfildən qışqırdı. Necə qışqırdı? Mürəkkəblər isə mənə tərs-tərs baxdı. Necə baxdı? Tərs-tərs baxdı. Deyə bilərik ki, qabaq-qabağa dayanmışdı. Və yaxud da ki, yan-yana. Mən ona gözücü güvənirəm. Necə güvənirəm? Gözücü. Artıq burada məsəl üçün gözücü sözü də tərz hərəkət zərfi kimi götürüləcək. Tərz hərəkət zərfləri ümumiyyətlə əlamətə də aid ola bilərlər. Məsəl üçün, yəni özündən sonra sifət də gələ bilər, əlamət də gələ bilər. Deyə bilərik ki, yaman, yorğun idim. Necə idim? Yorğun idim. Baxmayaraq ki, burada yorğun sözü sifətdə hərəkət deyil. Bildirmək lazımdır ki, zərflər eyni zamanda təkcə hərəkətə yox, sifətə, yəni əlamətə də aid ola bilər. Burada yaman sözü zərfdir və tərz hərəkət zərfidir. Tərz hərəkət zərfləri cümlədə adətən tərz hərəkət zərfliyi olurlar. Və bəzən qoşmalı sözlər də hərəkətin tərzini bildirə bilər. Nəzərə almaq lazımdır ki, tərz hərəkət zərfləri qoşma ilə işlənməz. Məsələn, deyə bilərik ki, o uşaq kimi danışır. Biz burada danışır kim o, necə uşaq kimi gəlib, uşaq kimi ifadəsini zərf kimi götürə bilmərik. Burada yadda saxlamalıyıq ki, zərflər qoşmalarla işlənmir, yəni tərz hərəkət zərfləri işlənmir. Uşaq sözü isimdir, kimi burada qoşmadır. Yəni nitq hissəsi olaraq burada zərfdən söhbət gedə bilməz. Sadəcə olaraq qoşmalı sözdür, hətta qoşmalı isimdir. Tərz hərəkət zərfləri demək olar ki, ismin xüsusiyyətlərini qəbul etmir, isimləşə bilmir. Bir də bir şey yadda saxlayaq ki, hərəkətin tərzini bildirən sözlərdən bir qismi də feili bağlama ola bilər. Əgər sözümüzdə hərəkətlilik varsa, yəni zərflə yanaşı bir feilin sualını da verə biliriksə və yaxud da ki, inkarda işlədə biliriksə, biz ona artıq zərf deyə bilmərik. Çünki bilirik ki, feili bağlama da zərfin suallarına cavab verə bilir. Lakin feili bağlama inkarda işlənə bilir, hərəkətliliyi var, amma tərz hərəkət zərflərində, ümumiyyətlə zərflərdə bu xüsusiyyət yoxdur. Məsələn, deyirəm ki, fikirləşərək danış. Danış. Necə danış? Nə tərzdə danış? Fikirləşərək danış. Bəli, hərəkətin tərzini bildirir. Bu okeydir, düzdür. Amma fikirləşərək sözü, fikirləşmək nədir? Hərəkətdir.
nə edərək, yəni ki, necə və nə tərzdə sualından başqa nə edərək sualını da verə bilirik və eyni zamanda bunu biz inkarda işlədə bilərik. Fikirləşərək danış, fikirləşməyərək danış. İnkarda işlədə bildiyimiz feildir. Çünki zərflər inkarda əsla və əsla işlənməz. Və yaxud da ki, o durmadan danışır. Məsəl üçün deyə bilərik ki, gülə-gülə danışır və gülməyə-gülməyə danışır. Zaman zərfləri isə nə zaman, nə vaxt, haçan suallarından birinə cavab verir. Zaman zərfləri də qurluqca, yəni sadə düzəltmə mürəkkəb olur. Məsəl üçün dünən, axşam, sabah, tez, gec, gecə, sonra, indi, bayaq, sırağa gün. İnişil və digərləri. Yadda saxlayaq ki, sırağa gün, sırağa və gün sözünün birləşməsindən yaranmayıbdır. Dilimizdə sırağa deyə bir gün yoxdur və biz bunu mürəkkəb götürməyəcəyik. Sırağa gün sadə zərfdir. İniş və il sözləri də olmadığı üçün iniş ildə sadə zaman zərfi kimi götürülür. Düzəltmələrə gələndə şəkilçilər, leksi şəkilçilər vasitəsilə yaranır. Çoxdan, hərdən, gündə, yayda, qışda və s. şəkilçilər vasitəsilə düzəlmişdir. Mürəkkəblərə isə misal göstərmək olar. Hərdən bir, səhər, gecə gündüz, bu an, o saat, ara bir, gün orta, axşam çağı və s. Zaman zərfləri bəzən ismail şəkilçi ilə işlənə bilər, lakin isimləşmiş sayılmırlar. Məsəl üçün deyirəm ki, gecələr hava çox şaxtalı olur. Nə vaxt hava çox şaxtalı olur? Baxmayaraq ki, cəm şəkilçisinin işlənibdir, biz buna nə vaxt sualını veririk. Və bəzi qoşmalı sözlərdə zaman məzmunu bildirdiyinə görə zaman zərflərinə oxşuyur. Lakin biz nəzərə almalıyıq ki, zaman zərflərinin tərkibində zaman məzmunu var. Qoşmalı sözləri isə zaman məzmununu həmin qoşma ilə işləndiyi zaman qazanır. Məsəl üçün bildirək ki, səhər dayım gəldi. Nə vaxt? Səhər. Bu zaman zərfidir. Lakin bir də deyirəm ki, səndən əvvəl dayım gəldi. Fərqləndirilən söz qoşmadır. Və bu qoşma olmasa, səndən dayım gəldi. Bu cümlənin həm mənası itir, həm də eyni zamanda biz burada zərf var deyə bilmərik. Çünki burada hal şəkilçisindən qoşulan söz qoşmadır. Və qoşma özü zaman məzmunu bildirdiyinə görə sözə qoşularaq zaman məzmunu ifadə etməyə bacarıbdır. Tez, geç, tez kimi ifadələrimiz var ki, bunlar zaman zərfləri olsa da, bəzən tərz hərəkət zərfi kimi işlənə bilər. Hərəkətimizin tərsini bildirə bilər və necə sualına cavab verər. Nəbi tez yeriyir. Bir də deyirəm ki, Nəbi tez qocaldı. Əgər tez sözünü biz cəld mənasında işlədəriksə,
Bu zaman cəld mənasında olduqda nəbi cəld yeriyir. Necə yeriyir? Cəld sözü ilə əvəzləndiyinə görə cəld. Bu tez hərəkət zərfidir. Bir də deyirəm ki, nəbi tez qocaldı. Yəni vaxtından əvvəl qocaldı. Artıq burada isə artıq zaman məzmunu bildirir və zaman zərfidir. Vaxtından əvvəl. Nəbi nə zaman qocaldı? Tez qocaldı. Artıq burada zaman zərfidir. Yəni deməli, o mətni tez-tez oxuyur, yəni cəld oxuyur, sürətli oxuyur, tez hərəkət zərfidir. Bir də deyirəm ki, Nigar tez-tez bizə qonaq gələrdi, yəni davamlı, mütəmadi, hər zaman. Burada artıq zaman məzmunu bildirir. Yenə də, bəzi zaman məzmunu zərflər, zaman məzmunu bildirən feili bağlamalara oxşaya bilər. Məsələn, deyirəm ki, qaydanda bizə dəy. Məsəl üçün deyirəm ki, nə zaman bizə dəy? Qaydanda. Və yaxud da ki, deyirəm ki, qayıtmayanda. Qaydanda, qayıtmayanda. Sözün biz özünü inkarda işlədə bilirik. Və bu feildir, qayıtmaq feilidir. Hərəkətliyi var. Və yaxud da deyə bilərəm ki, sabah bizə dəy. Amma burada isə artıq sabah nə zaman? Bu da nə zaman sualına cavab verir, amma zərfdir. Zaman məzmunu bildirən zərfdir. Yer zərflərinə gəldikdə, yer zərfləri hərəkətin icra olunduğu yeri bildirir. Hara, haraya, harada, haradan kimi suallardan birinə cavab verir. Sadə yer zərfləri, məsəl üçün deyə bilərik ki, irəli, geri, sağ, sol, aşağı, yuxarı, ora, bura. Düzəltmə isə şəkilçilər vasitəsilə yaranır ki, məsəl üçün deyim ki, ortalıqda, aralıqda və yaxud yaxınlıqda. Mürəkkəb isə məsəl üçün deyə bilərik ki, sağ, sol, ora, bura. Misal. Və yer zərfləri hal şəkilçilərlə işlənə bilirlər. Məsəl üçün irəliyə getdi, haraya getdi, yaxınlıqda dayandı, harada dayandı. Bir də yadda saxlayaq ki, yaxın, uzaq, sağ, sol ifadələri var ki, bunlar hal şəkilçisi olmasa yer zərfi kimi işlənə bilməz. Yer zərfi kimi işlənməsinə görə ona müəyyən bir hal şəkilçisi qoşulmalıdır. Məsələn, deyə bilərik ki, Nigar yaxına gəldi. Gəldi haraya? Yaxına. Artıq burada yaxın ifadəsi yer zərfidir. Uzaqdan gəlir, haradan gəlir. Bəzən yer zərfi kimi işlənən sözlər cümlədə tez hərəkət zərfi kimi də işlənə bilər. Məsəl üçün, onun səsi zala çatsın deyə hündürdən danışırdı. Necə danışırdı? Hündürdən. Nə tərzdə? Hündürdən. Bir də yer zərfləri ilə məkan məzmunlu isimləri qarışdırmaq olmaz. Çünki yeri bildirən isimlər əşya anlayışı olur. Amma yer bildirən zərflər var ki, onlarda əşya anlayışı olmur və konkret məkan bildirmir. Məsəl üçün deyirəm ki, Bakıda yaşayır.
Bakı xüsusi isimdə məkan anlayışı bildirir. Konkret olaraq da bilirik ki, harda yaşayır. Bu isimdir. Amma yer zərflərində isə konkretlik yoxdur. Deyirəm ki, burada yaşayır, burada yaşayır. Və yaxud da deyirəm ki, orada yaşayır. Harada? Burada dediyimiz zaman əslində qalsa biz konkret olaraq məkanın adını bilmirik. Qeyri-müəyyənlik var. Və yaxud da deyirəm ki, sağa get. Bir var deyirəm ki, evə get. Ev konkretdir. Bilirsən ki, evə göndərməyimi istəyir. Bir də var deyirəm ki, sağa get. Mən sağ dediğin zaman sağa məsəl üçün getdim. Sağın hansı tərəfinə dönəcəm, haraya gedəcəm. Yəni konkretlik yoxdur. Amma ki, məkan məzmunlu isimlərdə əşyanın adını bildirir və konkret şəkildədir. Kəmiyyət zərfləri hərəkətin və əlamətin miqdarını, dərəcəsini bildirir. Nə qədər və nə dərəcədə suallarına cavab verir. Yaxşı yadda saxlamaq lazımdır ki, kəmiyyət zərfi saydan fərqli olaraq neçə sualına cavab verə bilməz. Neçə, neçənci. Neçə və neçənci suallarına say cavab verir. Amma nə qədər və nə dərəcədə suallarına kəmiyyət zərfləri. Daha sonra miqdar zərflər də quruluşda sadə düzəltmə mürəkkəb olur. Məsəl üçün, sadələrə misal göstərmək olar. Az, çox, xeyli. Düzəltmələr isə dəfələrlə, qismən, mürəkkəb 1-ə 5, az, çox, biraz, bir qədər və s. Bir də gələk biz zərf və digər intikisələri ilə ortaq olan sözlərə. İsim və zərf kimi işlənə bilən sözlərimiz vardır. Gecə, günorta, səhər, gündüz, axşam. Bu kimi sözlər var ki, bunlar həm isim kimi işlənə bilir, həm də zərf kimi. İsim kimi işləndikdə ismi sualına cavab verir və ismi xüsusiyyətini daşıyır. Amma zərf kimi olduqda isə nə zaman, nə vaxt kimi suallardan birinə cavab verir. Məsəl üçün deyirəm ki, gündə durma, qızararsan. Harada dayanma gündə, yəni günün altında dayanma. Amma zərf kimi olduqda deyirəm ki, gündə bizə gəlir. Nə zaman gəlir? Gündə, hər zaman, həmişə mənasında artıq istifadə olunur və işlənir. Daha sonra isə nəzərə almalıyıq ki, sabahdır, günortadır, gecə, gündüz, axşam, səhər. Bu kimi sözlər heç vaxt şəkilçi qəbul etmədən həm isim, yəni heç bir şəkilçi qəbul etmədən həm isim və zərf kimi işlənə bilirlər. Deyə bilərik ki, axşam evin yanında it hürürdü. Ne zaman? Akşam. Yani akşam olanda. Bir de var deyirəm ki, bu akşam mənim yadımdan çıxmayacaq. Yadımdan ne çıxmayacaq? Axşam. Hansı axşam? Bu axşam. Heç bir şəkilçi qəbul etmədən isim kimi işlənə bilir. Daha sonra sifət və zərflə ortaq olan sözlərimiz var. Yəni həm sifət, həm də zərflə.
Sözlərimiz hansılardır? Yaxşı, pis, tək, cəld, iti və s. Bu kimi sözlərimiz həm sifət, həm də zərf kimi işlənə bilir. Əgər hansı sualına cavab verdiyi halda, əgər hansı sualına cavab verərsə, sifətdir. Nə cür sualların birinə cavab verdikdə zərf kimi işlənəcəkdir və eyni zamanda isimlərdən əvvəl gəldikdə sifət kimi götürülə bilir. Məsəl üçün deyirəm ki, gözəl kitabı var. İsimdən əvvəl gəldiyi üçün biz bunu artıq sifət deyəcəyik. Amma deyirəm ki, gözəl danışır. Necə danışır? Gözəl danışır. Və yaxud deyirəm, gözəl deyir. Və yaxud açıq qapı. Necə qapı? İsimdən əvvəl gəlibdir deyə sifət deyirəm ki, açıq danışır. Necə danışır? Zərf kimi. Say və zərf kimi işlənə bilən sözlərimiz var ki, az, çox, xeyli, biraz, bir qədər çoxlu. Çoxlu və s. İsmin qarşısına gələndə olacaq say, feilin qarşısına gələndə olacaq zərf. Məsəl üçün deyirəm ki, az bişirdi. Necə bişirdi? Nə qədər bişirdi? Az. Bu zaman miqdar zərfidir. Amma deyirəm ki, az məlumat. İsmin qarşısına gəldisə artıq bu az sözü say hesab olunacaq. Digərləri də onun kimi. Daha sonra həm qoşma, həm zərflə belə deyim ki, ortaq olan sözlərimiz var. Əvvəl, sonra, qabaq, bəri, doğru, tək, ayrı. Zərf kimi işlənəndə, məsələn, əvvəl mən danışım. Sonra qız. Nə zaman? Əvvəl. Qoşma kimi olduqda isə hal şəkilçisindən sonra gələcəkdir. Məsələn, deyirəm ki, səndən əvvəl mən danışım. Artıq burada necədir vəziyyət? Hal şəkilçisi var. Yəni, çıxışlı haldan sonra gələn bu əvvəl sözü qoşmadır artıq. Hal şəkilçisindən sonra gələndə qoşmadır. Hal şəkilçisi yoxdursa, işlənibsə artıq bu söz zərf kimi götürülür. Lakin biz eyni zamanda da ehtiyatlı olmalıyıq. Yəni, hər hal şəkilçisindən sonra gələn sözü də biz gedib sizə deyim ki, qoşma götürə bilmərik. Məsəl üçün deyirəm ki, qapıdan əvvəl Əli çıxdı. Sonra müəllimə. Yadda saxlamaq lazımdır ki, burada da hal şəkilçisi var, sonra əvvəl sözü gəlibdir. Amma bir fikir verək də cümlənin məzmununa. Qapıdan əvvəl Əli çıxıb, qapıdan sonra müəllimə. Bu mənasız olur axı. Qapıdan birinci Əli çıxdı, sonra müəllimə. Burada artıq qapıdan sözü
hal şəkilçisini görüb əvvəl sözünü qoşma götürməyəcək. Yəni ki, bir sözün qoşma olması üçün sözə qoşulduğu zaman onunla birgə məna yaratması lazımdır. Necə ki, səndən əvvəl mən gəldim və s. Qapıdan əvvəl ifadəsini biz əvvəl sözünün yerini dəyişə bilərik. Əvvəl qapıdan mən çıxdım, sonra məsələn Əli. Əgər biz belə deyim ki, bu sözü, ortaqlı sözü əvvələ keçirdə biliriksə, deməli zərfdir. Yox, əvvələ keçirmək mümkün olmursa, həmin sözü biz zərf yox, qoşma kimi götürəcəyik. Səndən əvvəl gəldim, əvvəl səndən gəldim demək olmur. Əgər irəliyə apardığımızda məna yoxdursa, bu artıq qoşmadır. Dilimizdə ədat və zərf kimi işlənə bilən sözlərimiz var ki, bunlar hansılardır? Yəni təkcə, yalnız və tək kimi sözlərimizdə bu sözlər həm zərf, həm də eyni zamanda ədət ola bilirlər. Əgər bu sözləri ancaq və ancaq sözü ilə yəni əvəzləyə biliriksə, ancaq bu zaman ədatdır. Əgər mümkün deyilsə, bu zaman zərfdir. Məsəl üçün deyirəm ki, bunu yalnız sən bacararsan. Bunu ancaq sən bacararsan. Ancaq sözü ilə əvəzləndirsə, bu artıq ədatdır. Və yaxud da ki, bunu tək sən bacararsan, ancaq sən bacararsan. Amma desəm ki, onun tək yaşaması möcüzədir. Onun ancaq yaşaması bu mənanı pozur, məzmunu zəiflədir, tamam fərqli məna yaradır. Onun tək yaşaması, necə yaşaması? Buradakı tək söz artıq zərfdir. Fe'li bağlama zərf kimi işlənən sözlərimiz var. Bunlar hansılardır? Dönə-dönə, tikə-tikə, qoşa-qoşa, bu ifadələr həm zərf, həm də fe'li bağlamaq kimi işlənir. Birinci başlayacaq dönə-dönə ifadəsindən. Dönə-dönə sözü hərəkət məzmunu bildirərsə, yəni ki, fırlanmaq mənasındadırsa, hərəkət məzmunu varsa, fe'li bağlamadır. Yəni fe'l kimi götürüləcək və inkarda da işlənə bilər. Məsəl üçün deyə bilərik ki, bu sözü biz yəni nətər işləyə bilərik? O maşın yolu dönə-dönə qalmışdı. Burada həqiqətən də dönməkdən, yəni fırlanmaqdan söhbət gedir. Hərəkət var, dönmək fe'li, dönə-dönə qaldı və dönməyə və yaxud da ki, dönə-dönə dönərək qalmışdı. Araq şəkilçisini qoşa bilirik. Dönə-dönə fırlanmaq məzmunu olduğunda fe'li bağlamadır, hərəkətliliyi var. Amma dönə-dönə ifadəsi dəfələrlə mənasındadırsa, dəfələrlə təkrar mənasını ifadə edəsə, zərfdir. Məsəl üçün deyirəm ki, dönə-dönə tapşırdım. Yəni ki, burada həqiqətən də fırlana nəyisə tapşırmaqdan söhbət getmir ki, dönə-dönə tapşırdım. Yəni dəfələrlə tapşırdım. Artıq bu dəfələrlə mənasında olduqda dönə-dönə ifadəsi zərfdir.
Deməli bir də deyək. Əgər hərəkətlilik varsa, hərəkətdən söhbət gedirsə, burada fırlanmaqdır. Fırlanmaq da feili bağlamadır. Yox, dəfələrlə məzmunu daşıyırsa, bu artıq zərfdir. İkinci ifadəmiz isə tikə-tikə ifadəsidir. Tikə-tikə əgər parça-parça mənasını daşıyarsa, bir də nəyisə tikmək mənasında. Hərəkətlilik hansında var? Nəyisə tikməkdə biz hərəkət edirik. Düzdür, əlimizi hərəkətləndiririk. Məsəl üçün deyirəm ki, paltarı tikə-tikə mahnı oxuyur və paltarı tikərək mahnı oxuyur. Tikə-tikə, tikməyə. Burada paltarı hərəkətli şəkildə tikməkdən söhbət getdiyi üçün nəyisə tikmək bu feili bağlamadır. Amma deyirəm ki, o əti tikə-tikə doğradı, parça-parça doğradı. Parça-parça mənasında isə artıq bu zərf kimi götürüləcək. Daha sonra dilimizdə olan ifadələrdən biri də qoşa-qoşa ifadəsidir ki, qoşa-qoşa sözü bəs necə götürüləcək? Qoşa-qoşa iki mənada işlənə bilir. Qoşa-qoşa cüt mənasında, yəni cüt-cüt. Cüt-cüt mənasında, bir də eyni zamanda başqa hansı mənada ola bilər? Qoşa-qoşa qoşmaq mənasında. Hərəkətlilik qoşmaqda var. Məsəl üçün deyirəm ki, qoşa-qoşa dayandılar. Hər halda burada yəni belə deyim ki, nəyisə kiməsə qoşmaqdan, çırpmaqdan, düzəltməkdən söhbət getmir də. Qoşa-qoşa dayanmışdılar cüt-cüt mənasında. Cüt-cüt mənasında zərfdir. Amma qoşmaq mənasında deyə bilərəm ki, atı tutaq ki, faytona qoşa-qoşa mahnı oxuyurdu. Atı faytona qoşa-qoşa danışırdı. Burada artıq atı həqiqətən də qoşmaqdan, yəni ki, bağlamaqdan söhbət gedir. Bu mənada isə artıq olacaq feili bağlama. Hərəkət məzmunu varsa, hərəkətlilik varsa və biz hərəkətlilik olduğu zaman eyni zamanda təsdiq və inkarda işlədir. Bu feili bağlama olur. Yox, hərəkətlilik yoxdursa, dediyim məzmun orada işlənibsə, bu artıq zərf kimi götürüləcəkdir. Bir də bir şey yadda saxlayaq. Zərflə zərfliyi qarışdırmaq olmaz. Zərf nitq hissəsidir, zərflik cümlə özüdür. Zərf morfoloji vahiddir, morfoloji terminidir, zərflik sintaksisin terminidir. Zərfin 4 məna növü var. Yəni tərz hərəkət zərfi, miqdar zərfi, yer zərfi və zaman zərfi. Ancaq ki, zərfliyin məna növü 6-dır. Təzdir, yerdir, miqdardır, zamandır, səbəb və məqsəd zərfliyidir. Cümlə özünün 6 məna növü, nitq hissəsinin 4 məna növü var. Zərfliklərin hamısı zərflərlə ifadə olunmur. Yəni zərfliklər feili bağlama ilə də ifadə oluna bilər, hətta feili sifətlə də ifadə oluna bilər, qoşmalı sözlə də. Amma ki, bütün zərflərimiz cümlə üzvü olaraq isə zərflik ola bilir.